müəllimlər, futsal idman oyunu. Müəllimlər, yadınıza saxlayın. Diqqətlə qulaq olsun. Futsalla, futbol demək olar ki, oxşarlıq cəhətindən bir-birinə çox oxşar. İndi gələk müəllimlər, nəyə? Futsalın ümumiyyətcə əvvəlindən axırına qədər sizə izah verəcəm və bu izahda xahiş edirəm, hər kəs diqqətlə qulaq asın və sizə lazım olan məlumatlar bu izahın içindədir. Müəllimlər, yadınıza saxlayın. Futsal idman oyunu 1930-cu ildə Uruqvayda meydana gəldi. Yadınıza saxlayın. Futsal idman oyunu 1930-cu ildə Uruqvayda meydana gəlmişdi. Və bu Uruqvayda meydana gəlməsi Uruqvayın paytaxtı Montenegro'da meydana gəlib. Və Juan Carlos tərəfindən Juan Carlos neyiniyib? Oyun meydana gəlmişdir. Yadınıza saxlayın. 1930-cu ildə Uruqvayda Juan Carlos tərəfindən meydana gəlmişdir. Və müəllimlər, yadınıza saxlayın. Bu mini futboldur. Mini futbol başqa şeydir. Bu futsal. Bunu yadınıza saxlayın. Və müəllimlər, bir də onu deyim ki, Dünya və Avropa çempionatı 4 ildən bir keçirilir. Dünya və Avropa çempionatı 4 ildən bir keçirilir. Aydındır? İndi müəllimlər, gedək futsalın oyun qaydalarını. Futbolda dedik, oyun qaydaları 17 bənddən ibarətdir. Burada da, futsalda da oyun qaydaları yadınıza saxlayın. 17 bənddən ibarət olaraq yerinə yetirilir. Aydındır? Və futsal idman oyunu olimpiya idman növü sayılmır. Qeyri-olimpiyadır. Bunu da yadınıza saxlayın. İndi gedək müəllimlər meydançıya. Meydanda müəllimlər yadınıza saxlayın ki, meydanın tavanın hündürlüyü, biz dedik məsələn, voleybolda tavanın hündürlüyü nə qədərdir? 12 metr, tam onda 5, 12 yarım, düzdür. Burada isə tavanın hündürlüyü ən azı 4 metr ola bilir. 4 metr ən azı, minimum. Minimum 4 metr təşkil edir. Aydındır? İndi müəllimlər, gedirik oyun yadınıza saxlayın. İlk başlanğıcda nə ilə başlayır? Oyun ilk başlanğıcda püşkatma ilə başlayır. Və futsal idman oyunu ərzində, ümumilikdə sona qədər, qalib müəyyən olunana qədər 4 dəfə nə keçirilir? 4 dəfə püşkatma keçirilir. Aydındır? 4 dəfə püşkatma keçirilir və bunun da birincisi oyunun əvvəlindən. Yəni, siz bilirsiniz ki, böyük basketboldan başqa bütün idman oyunları, şahmat daxil, hamısı nədir? Hamısı püşkatma ilə keçirilir. Və futsal da püşkatma ilə keçirilir. Yadınıza saxlayın müəllimlər. Yadınıza saxlayın. Oyun ilk başlanğıcında, oyun 40 dəqiqədən ibarətdir. Oyun 40 dəqiqədən ibarət. 40 dəqiqə. Və bu iki hissə deməkdir. Yəni, hər bir hissəmiz neçə dəqiqə təşkil edir? Hər bir hissəmiz 20 dəqiqə təşkil edir. Və püşkatma zamanında oyun birinci püşkatılır. Məsələn, A komandası püşkü qazanan komanda olur. Aydındır? Püşkü qazanan komanda A komandası olur. Birinci 20 dəqiqəni A komandası, məsələn deyirəm, topu oyuna daxil edir. Birinci 20 dəqiqə. Axı biz dedik, oyun 2 hissədən ibarətdir, düzdür? Oyun 2 hissədən ibarət olduğuna görə birinci hissədə neyinir? A komandası püşkü udubsa, bu birinci hissəyə aiddir. İkinci hissəni kim başlayacaq? B komandası topu oyuna daxil edəcək. Aydındır? Yəni, burada oyun sizə sual düşər ki, futsal idman oyunu əsas vaxtla, yəni
40 dəqiqə ilə oyun bitibsə, neçə dəfə püşkatma olub? Püşkatma bir dəfə olub, müəllim. Futbolda olduğu kimi. Aydındır. Yəni, futbolla bunun püşkatması nədir? Birə-bir eynidir. Aydındır. Bir dənə handbolda fərqlidir, onda handbol keçəndə izah eləyəcəm. Və müəllimlər, oyun dedik 2 hissədən ibarətdir. Hissələr arası fasilə 15 dəqiqə təşkil edir. 15 dəqiqə. Aydındır, hissələr arası. Yəni, birinci hissə ilə ikinci hissə arasındakı fasilə nə qədərdir? 15 dəqiqə təşkil edir. Aydındır, bura qədər sual olan varsa müəllimlər buyursun. Gedək indi müəllimlər, deyək. Meydan ölçülərin birinci başda sizə qoyun izah edeyim. Ondan sonra keçək oyunun əsas vaxtı, oyuncu dəyişikliyi, oyunun əsas ehtiyat oyuncular. Müəllimlər, yadda saxlayın. Meydan burada futbolda olduğu kimi rəsmi və qeyri-rəsmi var. Bizə qeyri-rəsmi ehtiyac deyil. Niyə görə? Çünki qeyri-rəsmi imtihanda falan sizin qarşınıza çıxmaz, yəni çıxma ehtimalı da sıfıra bərabərdir. Amma bizə rəsmi olaraq, rəsmi yarışlarda yadda saxlayın. Meydançanın uzunluq hissəsi, yəni bu hissəsi, uzunluq hissəsi nə qədərdir? 38 metr minimumdur, 38 metr və 42 metrdə maksimumdur. Yəni, sizə sual düşər ki, futsal idman oyununda meydançanın uzunluğu nə qədər təşkil eləyir? Uzunluğu nə qədər təşkil eləyir? Minimum 38 metr, maksimumda 42 metr. Və enin soruşsa, en hissəsi, yəni bu hissəsi, qapı tərəfləri. Qapı tərəfləri isə müəllimlər, yadınıza saxlayın. 20 metrlə 25 metr arasında olur. Aydındır. Yəni, belə deyək də, 38 metr meydançanın əgər uzunluğudursa, 20 metrdə enidir. 42 metr əgər meydançanın uzunluğudursa, 25 metrdə meydançanın enidir. Futbolda olduğu kimi müəllimlər, burada da 2 uzun xətlər, baxın, 2 dənə uzun xətlər var. Bunlar nədir? Bunlar qapı xətləridir. Düz istəyirəm, yan xətlərdir. 2 qısa xətlər isə burada nə olacaq? Qapı xətləri olacaq. Aydındır? İndi gedək müəllimlər. İndi gedək nəyə? Futsal idman oyununda deməli, futsal idman oyununda oyun dediyi ki, nəyə görə oynanır? Oyun vaxta görə oynanır. Aydındır? Oyun burada vaxta görə oynanır. Futsal idman oyununda. Bir də bununla nəzərinizə çatdırın müəllimlər. Futsal idman oyununda, futbolda biz demişdik ki, künc qövsün radiusu nə qədərdir? 1 metrdir dedik, 1 metrdir. Burada isə 25 santimetrdir müəllimlər, 25 santimetrdir. Yəni, metrin 4də 1-i qədərdir. Çünki burada meydança balaca olduğuna görə neyinir? Burada radiusu, künc qövsün radiusu 25 santimetr təşkil edir. Aydındır. Və müəllimlər, yadınıza saxlayın. Deməli, yadınıza saxlayın. Futsal idman oyununda oyun dedik ki, neçə dəfə püşkatma olur? 4 dəfə püşkatma olur. Aydındır, 4 dəfə püşkatma olur. Və bu püşkatmanın biri harada kesilir? Əsas. İkincisi, əlavə. Futbolda olduğu kimi əlavə hissələr. Üçüncüsü, penaltinin, 6 metrlik penaltinin kimin qapısına vurulacağı 6 metrlik. Burada penalti 2 dənədir. Biri 6'dır, biri 10'dur. İzah edəcəm. 6 metrlik penaltinin kim vursun? Dördüncü isə kimin qapısına vurulsun. Aydındır müəllimlər.
Dördüncü isə kimin qapısına vurulsun. Bu penalti seriyaları. Sizə sual düşər ki, oyun penalti seriyalarında başa çatırsa, maksimum neçə dəfə püşkatma ola bilər? 4 dəfə püşkatma həyata keçirilir. Aydındır, müəllimdir. İndi oyunda müəllimlər, yadda saxlayın, oyunçuların dəyişikliyinə heç bir məhdudiyyət yoxdur. Yəni, oyuncu dəyişikliyinə burada heç bir məhdudiyyət falan yoxdur. Oyuncu dəyişikliyi, yadda saxlayın müəllimlər. Oyuncu dəyişikliyi 5 metrlik. Oyuncu dəyişikliyi 5 metrlik. Baxın, bu hissədən yerinə yetirilir. Bax, bu 5 metrlik zonadan oyuncu dəyişikliyini həyata keçirilir. Aydındır, oyuncu dəyişikliyi 5 metrlik hissədən, yəni buradakı bu 5 metr nə üçün deyini soruşarsınız? O 5 metr müəllimlər yadınızda saxlayın. Mərkəz xəttindən əvəz etmə zonasına qədər olan məsafəni bildirir. Ki, yəni, mərkəz xəttindən 5 metr kənardadır. Aydındır, o onun üçün nəzərdə tutulur. Və futsal idman oyununda müəllimlər, meydançada olan xətlərin qalınlığı hər biri yadınızda saxlayın. Neçə santimetrdir? 8 santimetr təşkil edir. Aydındır, 8 santimetrdir. Bura qədər sual olan varsa buyursun, yoxsa davam edin. İndi gedək müəllimlər nəyə? Futsal idman oyununda 2 dənə penalti var. 2 penalti. Bax, 2 dənə penalti. Bunun biri 6 metrlikdir, biri də 10 metrlik penaltilər. Yadınızda saxlayın. Futsal idman oyununda 2 dənə penalti zərbəsi yerinə yetirilə bilir. Bunun biri 6 metrlikdir, biri də nədir? 10 metrlik zərbələr olaraq bilinir. Aydın oldu. Və müəllimlər, sonra penaltilərə yenə qayıdacaq. Deməli müəllimlər, yadınızda saxlayın. Meydanda qapının eni uzunu, baxın, qapının yadınızda saxlayın. Hündürlük hissəsi, yəni hündürlüyü nə qədər? 2 metr təşkil edir. Uzunluğu isə 3 metrdir. Sizə sual düşər ki, futsal idman oyununda qapının eni uzunu nə qədər təşkil edir? Futsal idman oyununda qapının eni uzunu 3-ün 2-yə olmaqla təşkil olunur. Aydındır? İndi gəlin, sizə meydanda neçə əsas, neçə ehtiyat oyuncu ola bilər, onun haqqında sizə məlumat verim. Müəllimlər, yadınızda saxlayın, futsal idman oyununda komandanın əsas oyuncusu, yəni A komandasında, bir də B komandasında. A komandasında da 5 nəfər olur. Əsas oyuncudan gedir söhbət. B komandasında da 5 nəfər olur. Ehtiyat oyuncusu isə, A komandasında da 9 nəfər olur. B komandasında da 9 nəfər olmaqla həyata keçirilir. Və bu 5 nəfərdən müəllimlər, 5 nəfərdən oyun 3 nəfərlə başlaya bilər. Biz demişdik, futbol idman oyunu neçə nəfərli idi komandanın əsas oyuncusu? 11 nəfərdir, düzdür? Bunun neçəsi ilə başlaya bilirdi? 7'si ilə başlaya bilirdi. Minimum 7 nəfər olmalıdır ki, oyun başlasın. Futsalda da həmçinin. Yəni 7 nəfər olmalı, 3 nəfər olmalıdır ki, neynəsin? Oyun başlasın. Aydındır? Amma deməli, əgər oyun 3 nəfərdən az olursa, komandaya texniki məğlubiyyət verir. Və oyunda 3 nəfərdən az, yəni oyunda 2 nəfər olursa, 3 nəfərdən az dedikdə, yəni 2 nəfər oyun ərzində olursa, məsələn, A komandası, məsələn deyirəm, 20'dir, B komandası isə neçədir?
Məsələn, 18. Düzdür. A komandasının 2 oyuncusu qalır. Və burada əslində hakimin qərarı ilə oyun texniki məlumiyyətə gedə bilər, getməyə bilər. Burada yadınızda saxlayın, üstünlük prinsipi təşkil olunur. Yəni, A komandası hal hesabında çoxdur, B komandası azdır. Ola bilər ki, bir ehtimaldır ki, A komandası 2 nəfərlə oyunun davamiyyətini saxlayıb oyunu uda bilər. Düzdür? Ona görə də əgər hal baxımından, yəni qol baxımından A komandası üstündürsə, bu zaman neyinir? Oyunu texniki məlumiyyətə verilir. Buna qədər müəllimlər sualı olan varsa buyursun. Müəllimlər, oyun əgər əsas hissədə bərabər olubsa, əsas hissədə, yəni birinci hissəmiz 20 dəqiqədir, düzdür? 20 dəqiqə. 20 dəqiqə. İkinci hissəmizdə nə qədərdir? 20 dəqiqə. Bu da dəqiqə. Əgər burada hesab bərabər olubsa, oyun nəyə gedir? Oyun gedir əlavə hissəyə. Və əlavə hissəmiz də müəllimlər yadınıza saxlayın. 5 dəqiqə, yəni 2 dənə 5 dəqiqəlik oynanılır. 2 dənə 5 dəqiqəlik. Və burada əlavə hissələrdə də bir dənə nəyimiz var? Bir dənə püşkatmamız var, düzdür? O püşkatmanın birinci 5 dəqiqəsində A komandası qazanıbsa, püşkü qazanıbsa, ikinci 5 dəqiqəni isə B komandası topu oyuna daxil edir. Bunu yadınızda saxlayın. Yəni, əlavə vaxtlarımız 2 dənə 5 dəqiqə fəaliyyət göstərir. Aydındır müəllim? Və bunların arasında 1 dəqiqədən çox olmayan, yəni bu 5 dəqiqələrin arasında 1 dəqiqədən çox olmayan su fasiləsi ola bilər. 1 dəqiqədən çox olmayan və bu da qeydə alınır. Aydındır? Bu yazılır. Oyuncuların sayındır, bildiniz, meydança haqqında məlumat verdim, əvəz etmə haqqında məlumat verdim. Gəlin, indi mərkəzin radiusuna və diametrinə baxaq. Müəllimlər, yadınızda saxlayın, futsal idman oyununda diametr 6 metrdir. 6 metrdir. Bunun isə yarısı 3 metr təşkil edir. Aydındır, 6 metr diametrdir. Radiusu isə 3 metr olmaqla yerinə yetirilir. İndi müəllimlər, idmançıların isinməsi üçün ən azı ən çoxu 5 oyuncu, yəni komandanın əsas heyəti qədər neynəməlidir? Oyuncu isinmə hərəkətləri eləyə bilər. Aydındır, isinmə hərəkətləri eləyə bilər. Və müəllimlər, burada çıxan oyuncunun yerinə oyuncu girir. Yəni, məsələn deyirəm, əgər Xəyal müəllim oyundan qovulub, düzdür? Xəyal müəllim oyundan qovulandan sonra qovulduqdan 2 dəqiqə, yəni o dəqiqə yox, 2 dəqiqə sonra yerinə girir məsələn kim? Elmin müəllim. Aydındır, 2 dəqiqədən sonra girir. Və Xəyal müəllim bir daha neynəmir? Həmin oyuna qayıda bilməz. Aydındır, 2 dəqiqədən sonra mütləq oyuncu meydana daxil olur. Aydındır. Və burada müəllimlər, futbolda olduğu kimi offside, yəni oyundan kənar vəziyyət yoxdur. Aydındır. Oyundan kənar vəziyyət futsala neynəmir? Heç bir adiyyatı olmur. Müəllimlər, yadda saxlayın. Deməli, indi gedirik nəyə? İndi sizə top haqqında məlumat da verim. Baxın müəllimlər, futsal idman oyunu, topun çəkisi nə qədərdir? Çəkisi 440 qram təşkil edir. 440 qram təşkil edir və
diametri isə 62 və 64 santimetrdir. 62, 64 santimetr. Aha, 62-64 santimetrdə nə idi? Bunun diametri. Aydındır. Çəkisi isə 410, 440 qram. 410-450 qramda futboldadır. Və yazıcı saxlayır. 4 nömrəli topla oynanır. Topla oynanır. Yazıcı saxlayır. Aydın olduğu mənimdir bu. İndi deməli, müəllimlər yazıda saxlayır. Oyunda. Deməli, oyun neçə halda mərkəzdən başlayır? Ümumiyyətcə, oyun mərkəzdən başlayan zaman 3 metr məsafə gözlənilir. 3 metr məsafə gözlənilir. Oyun mərkəzdən başlayan zaman topdan 3 metr məsafə, yəni radius qədər, radius 3 metrdir. Radius qədər məsafə gözlənilir. Oyun müəllimlər nə zaman mərkəzdən başlayır? Oyun bir əsas hissədə mərkəzdən başlayır, futbolda olduğu kimi. Əlavə hissələrdə mərkəzdən başlayır. Deməli, əsas hissə, əlavə hissə. Yəni, əsas hissə deyəndə, əsas hissəyə birinci əsas hissə, ikinci əsas hissə. Bunlar da aiddir. Bunlar ikisində də oyun mərkəzdən başlayır. Sonra, top qapıdan keçdikdə gəlir mərkəzdən başlayır. Bir də nə zaman? Əlavə hissələrdə. Əlavə ki, o 5 dəqiqələr var. Birinci 5 dəqiqədə də mərkəzdən başlayır müəllimlər. İkinci 5 dəqiqədə də neyinir? Top mərkəzdən oyuna daxil edilir. Yəni, eynən futbol stilindədir. Aydındır? Müəllimlər, biz demişdik ki, futbolda 2 halda metr başqa cür hesablanır. Amma qalan bütün hallarda 915'dir. Düzdür? 915'dir. Müəllimdə əzəfələması izahə saxlar. Biz demişdik ki, futbolda 915 bütün hallarda topdan 915 məsafə saxlanılır. Yalnız 2 halda, bir mübahisəli topda, bir də yan xəttdə fərqlidir. Yan xəttdən 2 metrdir, mübahisəli topdan isə 4 metr təşkil olunur. Müəllimlər, burada da həmin qaydadır. Burada bütün hallarda, futsalda, topdan 5 metr məsafə saxlanır. 5 metr məsafə saxlanır. Yalnız və yalnız 2 haldan başlar. Bu 2 hal hansıdır? Bu iki halı. Biri mərkəzdən başlanan topdan 3 metr məsafə saxlanır. 3 metr məsafə saxlanır. Biri isə mübahisəli topdan 2 metr məsafə gözlənir. Futbolda mübahisəli top 4 metrdir. Burada isə mübahisəli top 2 metr təşkil edir. Qalan bütün hallarda futsalda 5 metr məsafə saxlanılır. Bir mübahisəli topdur, bir də mərkəzdir. Mərkəz 3 metr oldu, bu mərkəz. Bax, 3 metr oldu. Aydındır. Mübahisəli topdan isə 2 metr məsafə gözlənir. Qalan bütün hallarda neyinir? 5 metr. Məsələn, yan xəttdən top atılanda 5 metr məsafə gözlənir. Sonra, deməli, küncdən top atılan zaman 5 metr məsafə gözlənir. Sərbəst zərbədə 5 metr məsafə gözlənir. Bunların hamısı 5 metr təşkil edir. Yadınızda saxlayın. Bunların hamısında 5 metrdir. Qalan bütün
qalan bütün o 2 dənəsində isə 3 metr mərkəzdəndir. Mübarizəli topdan da 2 metr təşkil edilir. İndi müəllim, deməli, futsalda bir dənə saniyə qaydası var. Bircə dənə 4 saniyə qaydası var. 4 saniyə qaydası var. Yadınıza saxlayın. Bircə dənə saniyədən istifadə olunub, o da 4 saniyədir. Müəllimlər, yadınıza saxlayın. 4 saniyə qaydası bütün hallarda tətbiq edilir. Bütün hallarda 4 saniyə qaydası tətbiq edilir. Yalnız 2 halda tətbiq edilmir. Onun biri mərkəzdən topu başlayanda, mərkəzdən top başlananda. 4 saniyə qaydası yoxdur. Tətbiq edilmir. İkincisi isə 6 metrlik penalti zamanı. 6 metrlik penalti zamanı burada oyunda neynəmirsən? 4 saniyə qaydası tətbiq edilir. Hansılar oldu? Biri mərkəzdən top başlayanda, biri də nə oldu? 6 metrlik penalti zamanı 4 saniyə qaydası tətbiq edilmir. Ondan qalan bütün hallarda 4 saniyə qaydası tətbiq edilir. Bura qədər sual olan müəllimdir. Sualınız varsa buyurun. Gedək indi müəllimlər, nəyə? Gedək indi bunu deməli kart sistemində sizə izah edeyim. Müəllimlər, burada da futbolda olduğu kimi sarı kartla qırmızı kartdan istifadə olunur. Sarı kartla qırmızı kartdan istifadə olunur. Sarı kart oyuncuya yalnız və yalnız xəbərdarlıq edilir. Bir dənə sarı kart, bircə dənə sarı kart verildikdə. Bax, bircə dənə sarı kart. Bu zaman oyuncuya yalnız nə edilir? Xəbərdarlıq bir şərtlə ki, rəsmi xəbərdarlıqdır. Yəni, kart varsa bu rəsmidir, bu bir mənalıdır. Amma ikinci dəfə qayda pozuntusu olursa, bu zaman avtomatik sarı kart. Sarı kart. Yəni, ikinci dəfə sarı kart alan oyuncuya onun arxasıca bir dənə nə göstərilir? Qırmızı kart göstərilir və oyuncu oyundan diskvalifikasiya edilir. Aydındır. Məsələn deyirəm, Aysəmən müəllimə əgər sarı kartla qırmızı kart, bir sarıdan sonra yenə təzədən sarı kart verilir, onun da ardıca futbolda olduğu kimi qırmızı kart verilir. Və Aysəmən müəllimə oyundan necə olur? Diskvalifikasiya olunur. Və Aysəmən müəllimənin yerinə, məsələn deyirəm, Xəyal müəllim girir. Və Xəyal müəllim Aysəmən müəllimin çıxandan 2 dəqiqə sonra Xəyal müəllim neyniyir? Oyuna daxil olur. Aydındır, oyuna daxil olur. Və müəllimləri yadınıza saxlayın. Yadınıza saxlayın. Sizə sual düşər ki, futsal idman oyununda komandanın əsas oyuncusu ilə ehtiyat oyuncusunu toplayanda nə elədir? 5 dənə nədir? Əsasdır. 9 dənə də ehtiyatdır, düzdür? 9 dənə də ehtiyatdır. Bunları toplayanda cəmi nə edir? 14 nəfər. Aydındır? 14 nəfər. Sizə sual düşər ki, bir komandanın neçə oyuncusu qırmızı kart alıb çıxdıqda oyun texniki məğlubiyyətə gedə bilər. Bunun cavabı 12-dir müəllimlər. 12-dir. Niyə görə? Ona görə ki, futsal idman oyunu 3 nəfərlə başlaya bilir. Oyun gedə bilər 3 nəfərlə, düzdür. Bunun da əsas oyuncusunun sayı nə qədərdir? 14 nəfər. 14-dən çıxaq 12 bərabərdir neçə eləyir? 2 nəfər qalır. Bu 2 nəfərlə də neynəmir müəllimlər? Əgər üstünlük prinsipi yoxdursa, oyuncu, komanda əgər o biri komandadan irəlidə, xal hesabında irəlidə olmursa, neynəmirsən? Avtomatik oyun dayanır. Aydındır. Və müəllimlər, komandanın futsalda qayda pozma limiti var. Yadınıza saxlayın. Və qayda pozma limiti 5 dənədir. 5 dənədir. Birinci,
hissədə 5 dənə, ikinci hissədə də 5 dənədir. Aydındır. Birinci və ikinci hissələrdə hərəsində 5 dənə qayda pozma limiti olur. Aydındır. Əgər cərimə meydançasının, qapçı meydançasının daxilində hər hansısa bir, bax bu yaşıl çəkilən yerin daxilində hər hansısa bir qayda pozuntusu olursa, yəni olur 6 metrlik penalti, bax buradan yerinə yetirilir. Yox, əgər qayda pozma limiti dolandan sonra, yəni o 5 dənə ki eləyirsən, 5 dənəyə qədər penalti tətbiq edilmir. Penalti tətbiq edilmir. Amma 5 sənədən sonra yerinə yetirilən bütün hallarda cərimə zərbəsi təyin edilmir. Burada 10 metrlik penalti təyin edilir. Və müəllimlər, yadınızda saxlayın. 10 metrlik penaltidə həmin penaltinin bu nöqtənin radiusu, özür istəyirəm, diametri 6 santimetrdir və digər bu xəttlərin radiusu, diametri isə 4 santimetrdir. Yəni, təkcə bu 6 santimetrdir. Bunlar isə neçə santimetrdir? 4 santimetr təşkil edir. Və indi sual verə bilərsiniz ki, bəs yaxşı, bu xətt bildik nə üçündür? Məsələn, 10 metrlik penalti üçündür, düzdür? 10 metrlik penalti üçündür. Bəs bu balaca xəttlər nə üçündür? 4 santimetrlər. Mənlər yadınızda saxlayın. Biz demişdik axı, bütün hallarda 5 metr məsafə gözlənir. Yalnız nədə? Mərkəzdə, bir də haradaydı? Bir də mübahisəli topda 2 metr. Qalan bütün hallarda biz demişdik ki, 5 metr məsafə gözlənir. Onun da biri nədir? 10 metrlik ilə 6 metrlik penaltilərdir. Baxın, bu nöqtələr arasındakı məsafə 5 metrdir, müəllimlər. Bax, bu nöqtələr arasındakı məsafə 5 metr təşkil olunur. Yəni, oyuncu ondan artıq yaxınlaşa bilməz. İndi gedək 10 metrlik penalti. Dedik ki, cərimə meydançasının, yəni bu görsün xaricində 5 dənə qayda pozuntusu dolduqdan sonra yerinə yetirilən hər hansısa bir cərimə zərbəsi, üzr istəyirəm, cərimə halı olarsa, bu zaman 10 metrlik penalti vurulur. 10 metrlik penalti vurulur. Və müəllimlər, 10 metrlik penalti zamanı qapçı irəliyə çıxa bilir. Aydındır, 10 metrlik penaltidə neyniyə bilir? Qapçı irəliyə çıxa bilər. Amma 6 metrlik penaltidə qapçının irəliyə çıxma şansı nədir? Yoxdur. Aydındır. Və 10 metrlik penalti də dediyim kimi hər kəs harada durur? Bu 5 metrlik məsafəni müəllimlər neynəməlidir? 5 metrlik məsafəni mütləq şəkildə gözləməlidir. Və 10 metrlik penalti olsun, istəyir 6 metrlik olsun. Bunların hər ikisinin diametri 6 santimetrdir. Bu balacaların isə 4 santimetrdir. Bax, bunu deyirəm, yadınıza saxlayın və yadınızdan çıxartmayın. Aydındır. Bura qədər müəllimlər sual olan varsa buyursun. Penaltiyə. 6 metrlik penalti, baxın, buradan yerinə yetirilir. Qapçı meydançası 6 metr təşkil edir. Yadınıza saxlayın. Və 6 metrlik penaltidən qapçı irəliyə çıxa bilir. 10 metrlikdə qapçı irəliyə çıxa bilir. 10 metrlikdə qapçı irəliyə çıxa bilir. Yadınıza saxlayın. Amma 10 metrlikdə qapçı irəliyə çıxa bilir. 10 metrlikdə qapçı irəliyə çıxa bilir. 10 metrlik zərbəni yerinə yetirən oyuncu ki var, 10 metrlik penaltini yerinə yetirən oyuncu ki var, o topu irəliyə ötürə bilmir. Geriyə ümumiyyətcə ötürə bilmir. Geriyə heç bir oyunda ümumiyyətcə topu
ötürə bilmirsən penalti zamanı. Burada 10 metrlikdə irəliyə ötürə bilmirsən, amma qapıcı çıxa bilir irəli. Başa düşdünüz? Qapıcı irəliyə çıxa bilir. Amma 6 metrlikdə müəllimlər, yadınıza saxlayın. 6 metrlikdə isə, bax bu 6 metrlikdə, oyuncu topu irəliyə ötürə bilir, amma qapıcı irəliyə çıxa bilmir. Aydındır? Bura qədər sual olan varsa buyursun. Yoxdursa, gedək nəyə? Nə qaldı burada? 10 metrlik izah elədik, 6 metrlik izah elədik, sonra. Gəl müəllimlər sizə sərbəst zərbə harada təyin edilir, onu da izah edin. Müəllimlər, yadınıza saxlayın. Əgər oyuncu təhlükəli oynayarsa, sərbəst zərbədən gelirsin. Sərbəst zərbədən də yadınıza saxlayın. 5 metr nədir? Məsafə gözlənilir və 4 saniyədə saniyə qaydası tətbiq edilir. Onu da bilin. Oyuncu təhlükəli oynayarsa, sərbəst zərbə təyin edilir. Rəqibin hərəkətini kontaktlı olursa, cərmə zərbəsidir. Kontaktsız olursa, bu da sərbəst zərbə təyin edilir. Və yaxud da ki, idmancı etiraz edirsə, təhqir edici, nalayiq hərəkətlər edirsə, əl jestləri göstərirsə, bu zaman neyinir? Sərbəst zərbə təyin olunur. Aydındır? Məsələn, qapıcıya topu əlindən buraxmağa mane olmaq, onun atmasını qabağını kəsir, mane olur. Bu zaman da neyinir? Bu zaman da sərbəst zərbə təyin edilir. Məsələn, qaydalarda göstərilən hər hansısa bir xəbərdarlıq və yaxud da ki, qovulma ilə cəzalandırılan hər hansısa digər fəaliyyətlər edirsə, bu pozuntular zamanı neyinir? Sərbəst zərbə təyin edilir. Aydındır? Məsələn, qapıcı topu 4 saniyədən artıq əlində saxlayırsa, avtomatik nə olur? Avtomatik sərbəst zərbə təyin edilir. Aydındır? İndi müəllimlər, qapıcı nə zaman oyunda iştirak edə bilər? Yadınıza saxlayın ki, müəllimlər, qapıcı topu ayağında. Bu mərkəz xəttin dedik, saniyə qaydası hansıdır? 4 saniyə qaydası, düzdür? Qapıcı topu ayağında 4 saniyə ərzində öz meydançasından neynəməlidir? Mərkəz xəttin keçirməlidir. Mərkəz xəttin 4 saniyədə keçirib oyuna qoşula bilər. Yadınıza saxlayın. Əgər keçirə bilmirsə, buradan nə təyin olunur? Sərbəst zərbə təyin olunur. Aydındır? Əgər keçirirsə, bu mərkəz xəttin 4 saniyə ərzində keçirir rəqib, məsələn, B komandasının zonasına, olur nə? Qapıcı olur sahə oyuncusu. Yəni, qapıcı gedib yan xətdən də başlaya bilər, küncdən də başlaya bilər, ondan sonra qapıya qol da vura bilər. Bunların hər birinin yerinə yetirə bilər. Yerinə yetirilməyinə icazə verir. Amma sizə sual düşsə ki, qapıcı nə zaman öz yerinə qayıdır? Bayaqdan hücum A komandasında idi, düzdür? A komandasında qapıcısı topu 4 saniyə ərzində bu mərkəz xəttindən keçirtmişdir. İndi hücum keçib B komandasına müəllimlər. Topu aldılar. Avtomatik qapıcı neyinir? Avtomatik qapıcı da qayıdır öz yerinə. Aydındır? Qapıcı da avtomatik, yəni hücum rəqibə keçəndə nə olur? Avtomatik qapıcı qayıdır öz yerinə. Aydındır müəllimlər.
Aha, yan xəttdən top oyuna daxil ediləndə, yadınızda saxlayın müəllimlər, yan xəttdən top oyuna daxil ediləndə 5 metr məsafə gözlənilir və 4 saniyənin içində yerinə yetirilməz. Yəni, hakim fitindən sonra 4 saniyədə neyləməlisin? Sən yan xəttdən topu oyuna daxil etməlisən və ən əsas məsələ, yan xəttdən top, müəllimlər, futbolda əllə daxil edilir. Futbolda əllə daxil edilir. Amma futsalda ayaqla daxil edilir. Aydındır. Futsalda isə top ayaqla daxil edilir. Aydın oldu müəllimlər. Birdən 15'e qədər oyuncuların nömrələnməsi və bir nömrədə müəllimlər qapıcı olur. Yadınızda saxlayın. Bir nömrə qapıcı üçün nəzərdə tutulmuşdur. Burada qalibə məğluba verilən xal. Qalibə verilir 3 xal, məğluba verilir 0 xal, heç içiyə isə 1 xal verilir. 1 xal verilir. Yadınızda saxlayın. Və müəllimlər, yadınızda saxlayın. Oyunda texniki məğlubiyyət alan komanda Xəyal müəllimlə Elmi müəllim oynayır, məsələn deyir. Oynayır deyirəm, daha doğrusu oynayacaq. Düzdür? 5 nəfərdən ikisi ilə gəlmiş isə avtomatik düşürük texniki məğlubiyyətə. Düzdür? Avtomatik Xəyal müəllim qapımdan neçə dənə qol keçirmiş olur? 5 dənə qol keçirmiş kimi qeydə alınır müəllimlər. Və Xəyal müəllimə verilir 3 xal, mənə verilir 0. 5 qolda keçirilmiş kimi protokolda qeyd olur. Aydındır. Və müəllimlər, yadınıza saxlayın. Futsal idman oyununda 4 dənə nə var? 4 dənə hakim var. 4 dənə hakim var. Və bunlardan ikisi meydanda olur. İkisi isə harada olur? Biri vaxt hakimidir, xronometriya hakimidir, biri də onun katibidir. Aydındır. 2 dənə də meydanda hakim oyunu idarə edir. Və bunların da ikisində də fit olur, müəllim. Bax, fit. Fit hər ikisində olur. Aydın oldu, müəllimlər. Bu, qapıcı meydançasının daxilində olan bütün qayda pozuntularında 6 metrlik, bax bu, 6 metrlik penalti təyin olunur. Yadınıza saxlayın. Və oyun əgər heç-heçə bitirsə, hər komanda 5 dənə 6 metrlik penalti vurur. 10 metrlik vurmur. 10 metrlik penalti yalnız bu qapıcı meydançasının xaricində olan komandanın qayda pozma limitindən sonra meydana gələn 5 dənədən sonra, məsələn 6-cı, 7-ci, 8-ci, 9-cu, 10-cu və s. Bunlarda nə olur? Bunlarda 10 metrlik penalti. Aydındır. Bunlarda 10 metrlik penalti tətbiq edilir. Bura qədər sual olan varsa müəllimlər buyursun. Sual düşər ki, 4 saniyə qaydası hardan tətbiq edilir? Bax, küncdən zərbədən 4 saniyə tətbiq edilir. Yan xəttdən top oyuna daxil ediləndə 4 saniyə tətbiq edilir. 10 metrlik penaltidə 4 saniyə təqdim olunur. Və 4 saniyə qapçı topu əlində, qapçı meydançasında əlində saxlaya bilməz. Və niyə 6 metr? Qapçı əlində topu 4 saniyədən artıq özü nəzarət eləyə bilməz. Aydındır? İndi müəllimlər, burada qapıdan qapıya eynəmir. Qapıdan qapıya qol qeydə alınmır. Bir dənə istisna halı oldu ki, ayaqla qapçıya gələn topu, qapçı öz qapçı meydançasında əlin vurmadan ayaqla hara vura bilər?
rəqib komandanın qapısına vura bilər. Bu zaman icazə verilir. Bu da istisna haldır. Yəni, bu tam olaraq oyun qaydalarına aiddir. Yəni, bu, belə deyil, nisliyə olan bir şey. Ki, haçansa qapçıya top gələcək, onu əli ilə tutmayıb, ayaqla nəzarət edib və avtomatik o topu geri qaytaracaq. Bu zaman bir dənə qapıdan qapıya qol qeydə alınır. Aydındır, müəllimlər. Burada müəllimlər sizin başa düşmədiyiniz oyuncu əvəz etməsi də bu xəttlərdir. Bunlar da əvəz, üzr istəyirəm, izah elədim. Və müəllimlər, bu xəttlərin də uzunluğu 40 santimetrdir. 40 santimetrdir. Bunun 20 santimetri meydana düşür. 20 santimetri də meydandan xaricə düşür. Bunda yəni, o qədər də vacib olan bir şeydir. Amma yenə də dedim, o izah eləyir ki, biləsiniz. Aydındır. Bura qədər sual olan müəllim. Müəllimlər, yadınıza saxlayın. Futsal idman oyununda 2 dənə time-out olur. Biri birinci hissədə, bir dənəsi, ikinci hissədə də isə bir dənəsi. Yəni, ümumilikdə bərabərdə 2 dənə nə var? Time-out var. Texniki time-out yox, time-out. Və time-out'un da müddəti 60 saniyədir. 60 saniyədir. Yadınıza saxlayın. Və əlavə hissədə də time-out verilmir və əsas hissədə götürülməyən time-outda neynəmir? Əlavə hissəyə qəti şəkildə verilə bilməz. Qapçı, yenə deyirəm, qapçı 4 saniyə ərzində buradan bu xəttdən, qapçı bu xəttdən bu mərkəz xəttin keçməlidir. Yadınıza saxlayın. Qapçı keçməlidir. Və qapçı keçdikdən sonra əgər 4 saniyə ərzində keçdisə, bu zaman oyunda iştirak eləyə bilər. Oyunda iştirak eləyə bilər, hücuma gedə bilər, qol vura bilər, oyunculara qoşula bilər. Yəni, amma buradan ki çıxdı çölə, bax, buradan ki çıxdı çölə, avtomatik neyini avtomatik oyuncu vəzifəsi daşıyır. Yəni, bu qapçı kimi, bu qapçılığı falan söhbəti yox. Ki, 4 saniyə ərzində ki, qoşuldu oyundadır, avtomatik neyini qapçı yox, daha doğrusu, oyuncu səlahiyyətlərini daşıyır. Yəni, oyunculara hansı qayda tətbiq edilirsə, burada da həmin qapçıya da həmin qaydalar tətbiq edilir. Və müəllimlər, qüsurlu top, yəni partlamış top, yadınıza saxlayın, cərmədir, sərbəstdir, yan xətdir, mərkəzdir, 6 metrdir, 10 metrdir, mübahisəli topdur, küncdən zərbədir. Bunların hər birində əgər top heç bir yerə toxunmadan qüsurlu hala düşürsə, həmin zərbə özü təkrar olur. Məsələn, vururdun küncdən, düzdür? Küncdən vurulan topdan əgər top heç bir yerə dəymədən havada gəlir, burada partlayırsa, bu zaman nə olur? Bu zaman zərbə təkrar olur. Aydındır? Zərbə təkrar olur. Buradan da müəllimlər, futbolda olduğu kimidir. Əgər oyuncu, məsələn, 6 metrlik penalti zamanı, qapçı oyun qaydasını pozursa, top qapıya daxil olursa, o zaman nə olur? Qol qeydə alınır və top gəlir mərkəzdən oyuna daxil edilir. Yəni, burada qol olanda top mərkəzdən oyuna daxil edilir. Yaxud da ki, oyuncu 11 neydi? 6 metrliyi yerinə yetirən oyuncu oyun qaydasını pozur. Top qapıya daxil olursa, avtomatik qol qeydə alınmır, zərbə təkrar olunur. Və müəllimlər, yadınıza saxlayın ki, burada neysə deyəcək. 4 halda, futbolda 3 halda qol qeydə alınmır. Burada da 4 halda qol qeydə alınmır. 4 halda. Hansılardır? Burada olanlar qapıdan qapıya qol qeydə alınmır. Qapıdan qapıya yan xəttdən mübahisəli topdur.
mübahisəli topdan, bir də nədən? Sərbəst zərbə. Aydındır. Bunların heç birində qol qeydə alınmır. Bura qədər sual olmalıdır. Federasiyası yoxdur. Futsalın özünün federasiyası yoxdur. Azərbaycanda AFFIA tabidir. AFFA futbola tabidir. Aydındır.